Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda Ermənistanla sərhəddə tikinti işlərinə start verilməsi ilə bağlı məlumat yayıb. Qurumdan bildirilib ki, Qapalı Səhmdar Cəmiyyəti Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb və sözügedən tikinti işlərinə start verilib. Qeyd edilib ki, tikinti işləri 188 kilometrlik dəmir yol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır. Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yük ötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək. 2025-ci il avqustun 8-də Vaşinqtonda beynəlxalq sülh və rifah naminə Tramp marşrutunun açılmasına dair razılaşma çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq. Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yük daşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil edəcək.